Antibiotiklərin qəbulu təkcə fərdi məsələ deyil, həmçinin ictimai bir məsələdir. Əgər antibiotiklər lazım olmadığı şəkildə və qeyri-düzgün formada istifadə olunarsa, həmin bakteriyalar bu antibiotiklərə qarşı rezistentlik əldə edir, yəni müqavimət əldə edir. Həmin bakteriyalar bu antibiotiklərə daha həssas olmur. Nəticədə gələcəkdə həmin xəstəyə antibiotik lazım olduğu zaman biz onu antibiotiklərlə müalicə etməkdə çətinlik yaşayırıq. Çünki həmin antibiotiklərə dözümlülük əldə etdiyinə görə bu antibiotiklərin istifadəsi artıq məqbul sayılmır. Həmçinin, əgər bu xəstə yoluxucu bakterial infeksiya tutulubsa və bu bakterial infeksiya digər xəstəyə də yoluxmuş olarsa, bu antibiotiklər həmin şəxsə də təsir etməyəcək. Demək ki, antibiotiklərin qeyri-düzgün istifadə olunması təkcə fərdi problem deyil, həmçinin ictimai bir problemdir.